Möhtərəm müsəlmanlar, Allahdan qorxun. Bilin ki, əziz qardaşlar, insana onun dünyası və axirətinə ən çox faydalı olan ibadət növlərindən birisi sədəqədir. İbadətin elə növləri var ki, qardaşlar, onun səmərəsi sırf axirətə aiddir. Və ibadətin elə növləri var ki, axirətdən öncə onun səmərəsi dünyada ikən tezləşdirilir. Axirətdən öncə həmin ibadətin savabı, mükafatı, təsiri, əsəri dünyada da verilir. Və həmin ibadət növlərindən birisi sədəqədir. Və yaxud həmin ibadət növlərinin başında duran ən birincisi sədəqədir. Və ağıllı insan Allah subhanahu wa ta'alanın ona verdiyi mal mülkdən dünyada özünə ev eşik qurduğu kimi Allah yolunda xərcləyərək, sədəqə verərək axirətdə də özünə ev eşik qurandır. Çünki əsl həqiqətdə sənin dünyadakı o xərclədiyin maşın, ev, geyindiyin paltar, əlində olan bu mal mülk əsl həqiqətdə bunların heç biri sənin deyil. Onların hamısı sənin varislərinindir. Müvəqqəti olaraq istifadə edirsən, bir müddət sonra o şeylərdən sənə heç bir şey qalmayacaq. Geyindiyin paltarı başqası geyinəcək, sürdüyün maşını başqası sürəcək, yaşadığın, qaldığın evlərdə başqaları qalacaq. Sənə heç bir şey qalmayacaq. Sənə qalan isə sənin axirətdə özünə saxladığındır. Allah üçün xərclədiyindir. Allah üçün sədəqə etdiyindir. Çünki onun savabı, Allah üçün verdiyin, xərclədiyinin savabı, mükafatı qalır. O səninlə qalır. Səndən ayrılmazdır. Əbədi olaraq axirətdə səninlə qalan yalnız odur. Necə ki, Allahın Rəsulü buyurur sallallahu aleyhi ve sellem, Məlukə mə qaddəmt. Sənin malın, yəni sənə məxsus olan mal mülk sənin təqdim etdiyindir. Yəni, sən öləndən sonra sənə qalandır. Əgər sən deyirsən ki, mənim, həqiqəti sənin olan, o şeydir ki, o sənə qalır. O şey yox ki, o səndə qalmır, səndən çıxır, başqalarına keçir. Sənin olan həqiqi mənada sənin əbədi olaraq istifadə etdiyindir, davamlı olaraq istifadə etdiyindir. Bu isə yalnız o malından, mülkündən verdiyin sədəqələrlə mümkündür. Allah üçün xərclədiyin o mal ki var, o sədəqə ki var, odur sənə qalan. Bundan kənarda sənə heç bir şey qalmır. Və Allah subhanahu wa ta'ala buyurur, Mən zəlləzi yuqridullaha qardan həsənə fəyudaifəhu ləhu adafan kəsirə Vallahu yəqbidu və yəbsutu və iləyhi turca'u. Allah Teala buyurur, kim Allaha gözəl borc verərsə, Allah bunu ona qat-qat artırar, Allah kimisinin ruzisini çoxaldar, kimisini azaldar, sizlər Allaha dönəcəksiniz. Allah Teala deyir, kim Allaha gözəl borc verərsə, gözəl borc. Allah yolunda xərclədiyini Allah borc adlandırır, təsəvvür edin. Elə düşün ki, sən etibarlı bir, əmin olduğun bir şəxsə 10 manat pul verirsən borc olaraq və arxayınsan. Bilirsən ki, o pul onda itib batmaz. Nə zaman üstünə geçsən, onu sənə qaytaracaq. Və o pul sənin sanki onda durub, qorunub, saxlanılır. Və əlindəki bir vaxt bitəndə, ehtiyacın olanda gedirsən həmin adamın üstünə, deyirsən ki, borcumu qaytar, götürür sənin 10 manatını qaytarır. Və yaxud düşünün, vermirsən 10 manat və gedirsən ehtiyacın olduğu vaxt və bilirsən ki, o pul onda itmir, onda qalır. Arxayınsan buna. Və gedirsən, deyirsən ki, ehtiyacın var, zəhmət olmasa borcumu qaytar. Deyir ki,
Alam 10 manat yox, 100.000 manatdır sənin üçün. Deyirsən ki, mənim 10 manatım lazımdır, mənimlə istehza etmə. Sənə deyir ki, sənin verdiyin 10 manatı əslində mən borc alaraq götürdüyüm 10 manatı işə qoydum, ticarətə ayırdım sənin üçün və bunun qazancı, gəliri oldu, budur, 100.000 manatdır sənin üçün, hamısını götür apar. Yəni, belə bir şey mümkündür mü, təsəvvür oluna bilərmi? Çox nadir halda. Amma Allah subhanahu wa ta'aladır bunu edən. Allah Teala'dır bunu. Allah Teala özü deyir. Mən zəlləzi yuqridullahi qardan həsənə. Kim Allaha gözəl borc verərsə. Fikir ver, Allah sənin Allah üçün xərclədiyin o sədəqəyə borc deyir. Yəni sən Allaha borc verirsən. Sənin xərclədiyin yeməyə, içməyə o gedir, qalmır səndə. Amma sədəqə olaraq çıxartdığın hamısı yığılır, toplanır. İndi təsəvvür edin, illər boyu yaşayırsan bu həyatda, illər boyu yeməyə, içməyə, evə, eşiyə, ora, bura nə qədər milyonlar tökmüsən. Oradan heç məsələ yoxdur. Amma bunun müqabilində düşün ki, sən illər boyu Allaha sədəqələr edirsən. Hamısı durur. Hamısı durur Allaha. Allahda durur hamısı. Nəinki durur? Allah Teala deyir ki, onun əvəzini qat-qat artırır. Allah Teala onu artırır. Təsəvvür edin. Allah sənə öz mülkündən verir, sonra sənin Allahın öz mülkündən xərclədiyini Allah üçün. Allah deyir ki, sən onu mənə borc verirsən. Ey Allahın qulu, onu sən mənə borc verirsən və onun əvəzini sənə qat-qat qaytaracam deyir. Subhanallah. Təsəvvür edin bu əzəmətə, yəni sədəqənin mükafatının böyüklüyünə, əzəmətinə baxın. Və sədəqə malı mülkü azaltmır əsla. Zahirən belə görsənə bilər. Zahirən, amma həqiqətdə azaltmır. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem, Mə nəqasa sadaqatun min məlin. Sədəqə maldan mülkdən heç bir şey azaltmır. Heç bir şey azaltmır. Əksinə, sədəqə sənin əlində olan malın mülkünün bərəkətini, xeyrini çoxaldır. Sədəqə sənin dünyada olan mal mülkünün xeyrini, bərəkətini çoxaldır, axirətdəki savabını, dərəcəndə artırır. Sənin Allah üçün verdiyin sədəqə dünyada əlində olan mal mülkü bərəkətləndirir, xeyrini çoxaldır, axirətdə isə savabını və sənin dərəcəni artırır. Və sədəqə, əziz qardaşlar, günahları çox əcaib şəkildə silən bir əməldir. Günahları əcaib şəkildə silən bir əməldir. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem Muaz radiyallahu anha. Deyir ki, Ələ ədulluke alə əbvabil xeyr, əs-savmu cünnətun və sadaqatu tutfi'ul xati'ətə kəmə yutfi'un nəru əl-mə, kəmə yutfi'ul mə'u ən-nəra. Deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem Muaz radiyallahu anh edir, sənə xeyir qapılarına yönəldinmi səni? Sənə xeyir gətirəcək bir əməllərə irşad edinmi? Sonra buyurur ki, oruc qalxandır, sədəqə isə günahları suyun odu söndürdüyü kimi söndürür. Sədəqə günahları, Allah Resulü sallallahu aleyhi ve sellem sözüdür bu. Deyir ki, sədəqə günahları odun, təsəvvür edin, od yanır, yanğın baş verib, necə ki, su tökəndə o yanğını söndürdüyü kimi günahları o cürə söndürür. Nə deməkdir günahları söndürür? Günahlar, əziz qardaşlar, sənin qəbirdəki şiddətini və cəhənnəm odunu, alovunu, hərarətini artırır. Günahlar həm qəbirdəki atəşi, sıxlığı, həm də cəhənnəm odundakı alovu şiddətləndirir, artırır. Günahlar, sədəqə isə bunların hamısını söndürür. Sədəqə bunların hamısını söndürür. Sədəqə imkan vermir o qəbirdəki alov alovlansın, cəhənnəm odundakı o od sənin haqqında şiddətlənsin, alovlansın. Bundan da daha önəmlisi, sədəqə Allah subhanahu wa ta'alanın qəzəbinin qarşısını alır. Bunu səhih hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem özü deyir. Deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem Sılatur rahimi təzidu fil umri və sadaqatu sir
tutfi'u ghadabar Rabb. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, qohumluq əlaqələrinin birləşdirilməsi ömrü uzadır. Gizli verilən sədəqə isə Rəbbin qəzəbini söndürür. Gizli verilən sədəqə Rəbbin qəzəbini söndürür. Təsəvvür edin, sədəqə sənin günahlarını söndürür. Sədəqə sənin Rəbbinin qəzəbini, sənə qarşı olan qəzəbini aradan qaldırır. Sədəqənin əzəmətinə, mükafatına baxın. Ona görə Allah subhanahu wa ta'ala buyurur: "Ellezine yunfiqun amwalahum bil-leyli ven-nahari sirran ve alaniyeten. Felahum ecruhum inde rabbihim ve la khawfun aleyhim ve la hum yahzanun." Allah Teala buyurur, o şəxslər ki, gecə və gündüz, gizli və aşkarda Allah yolunda xərcləyirlər, Allah yolunda sədəqə edirlər, onların mükafatı Rəbbləri yanındadır, bu birinci. Onlara heç bir qorxu yoxdur, bu ikinci. Və onlar kədərlənməyəcəklər, bu da üçüncü. O şəxslər ki, Allah yolunda mallı mülklərindən gecə və gündüz gizli və aşkar xərcləyirlər. Onların mükafatı Rəbbləri yanındadır, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Gecə və gündüz, yəni hər gün. Hər gün mütləq edəcəyim bir sədəqən olmalıdır. Ona görə baxın, Allahın Rəsulü sallallahu aleyhi ve sellem hər gün baş verən bir məlumat barədə xəbər verir, nə deyir? Deyir ki, "Mə min abdin yusbihu deyir ki, "Mə min abdin yusbihu feyenzilul mələkən feyəqul əhaduhumə Allahümmə a'ti munfiqan xaləfə və yəqulul axar Allahümmə a'ti mumsikən tələfə." Allahın Rəsulü buyurur sallallahu aleyhi ve sellem, elə bir gün yoxdur ki, qulun sabaha çıxdığı, hər gün iki mələk nazil olur və belə nida edir. Hər gün iki mələk gəlir və belə deyir. Onların birisi deyir ki, mələyin birisi, "Allahım, sənin yolunda xərcləyənin malının əvəzini ver artıq." O birisi isə deyir ki, "Allahım, tutub saxlayanın malını tələf elə." Təsəvvür edin, hər gün baş verir bu. Hər gün iki mələk nazil olur. Birisi xeyir, o birisi bəddua edir mələyin. Birisi xeyir, o birisi bəddua edir. Əgər sən Allah yolunda sənə verilən mal mülkünə xərcləyirsənsə, sədəqə edirsənsə, xeyir dua edən mələyin duasına məruz qalırsan. Allahım deyir, onun əvəzini ver, onun mal mülkünü artır. Əgər yox tutub saxlayırsansa, sədəqə etmirsənsə, mələyin bədduasına məruz qalırsan. O biri mələyin bədduasına məruz qalırsan, o mələk ki, deyir ki, Allahım tələf et, yox et, qalmasın onda, nə xeyri o mal mülkün onun əlində olmasının. Nə faydası? Sədəqəsini vermir, zəkatını vermir, ehtiyaclara əl tutmur. Tələf et, qalmasın onda. Belə bir dua edilir, təsəvvür edin. Ona görə qardaşlar, mütləq lazımdır ki, hər gün çıxartdığınız bir sədəqə olsun. Hətta bu hədisdə keçən, həm bu mələklərdən birinin müjdəsindən nail olasan, həm də o biri mələyin bədduasından canını qutarasan. Mütləq hər gün çıxartdığınız sədəqə olmalıdır. Kimsə deyə bilər ki, mən hər gün necə edim, hardan alım, kimi tapım, mən çıxım insan mı tapım ki, xeyr, bunun həlli mövcuddur. Ən azından evdə sənə məxsus, sədəqiyə aid ayrıca bir qutun olsun. Bir qutun olsun, qabın olsun, bağlı. Və gündəlik ora bir lari olsa belə. Bu hədisə əməl etmək üzərindən deyirəm. Bir lari olsa belə hər gün o qutuya sədəqə çıxart. Bunu belə etsən, sədəqə etmiş sayılırsan. Niyə? Çünki vaxtı zamanı gələndə, sədəqə toplananda hardasa, artıq sən bilirsən ki, səndə müəyyən bir şey toplanıb. 10 manat, 20 manat. Götürüb oradan o sədəqəni verəsən. Bununla həm gündəlik sədəqə savabını almış olursan, həm də həmin o ehtiyac vaxtı verəcəyin o sədəqə
o məbləğin hamısının mükafatını, savabını almış olursan. Ona görə mütləq hər gün olaraq çıxartdığınız bu yolla sədəqəniz olmalıdır. Allah Subhanahu taala bizləri müvəffəq eləsin. Barakallahu li və lakum fil Qur'anil azim və nafa'ani və iyyakum bima fihi minal ayati və zikril hakim. Aqulu qawli hadha və astaghfirullah li və lakum və lisairil muslimin min kulli zam fastaghfiru innahu huval ghafurur rahim. الحمد لله حمدا كثيرا طيبا مباركا فيه كما يحب ربنا ويرضى وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد وعلى آل محمد كما باركت على İbrahim və alə əli İbrahim innəkə hamidun məcid. Əziz qardaşlar, bilin ki, sizlərdə olan hər nə varsa, mal, mülk, bütün hamısı, bunların hamısı sizdə imtihan və sınaq üçündür, yoxlamaq üçündür. Hətta siz bununla qürrələnib, bu məndəndir, bu mənimdir deyə, bununla razı qalacaqsınız. Yoxsa o mal mülkdən Allah yolunda sədəqə verib bu imtihandan layiqincə keçəcəksinizmi? Ona görə Allah Subhanahu taala buyurur: "Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun. Və ma tunfiqu min şey'in fe innallaha bihi alim." Allah taala buyurur: "Siz xeyrə nail olmayacaqsınız. Hətta sevdiyiniz şeylərdən Allah yolunda verməyincə və Allah yolunda xərclədiyiniz hər bir şeyi Allah bilir. Siz xeyrə nail olmayacaqsınız, xeyrə ulaşmayacaqsınız, xeyr əldə etməyəcəksiniz. Hətta sevdiyiniz mal mülk ki var, fərqi yoxdur, nə olursa olsun, sevdiyiniz şeylərdən Allah yolunda verməyincə. Sonra Allah Teala deyir ki, Allah yolunda verdiyiniz, xərclədiyiniz hər bir şeyi Allah bilir. Allah bilir, yəni əvvəla Allah bilir, bunu kiminsə bilməyinə gərək yoxdur. Yetər ki, Allah bilir sənin xərclədiyini. Və həmçinin bu ibarənin gözəlliyinə baxın. Allah Teala deyir ki, وَمَا تُنْفِقُ مِنْ شَيْءٍ فَإِنَّ اللّٰهَ بِهِ عَلِيمٌ. Xərclədiyiniz hər bir şeyi Allah bilir. Yəni, Allah bunu istəyir və Allah bunu sevir. Yəni, Allah bunu sevir, bu xərclədiyiniz malınızdan, mülkünüzdən, etdiyiniz bu sədəqəni. Və həmçinin Allah Subhanahu taala bunu sizdən istəyir. Və ona görə Allah üçün mütləq sədəqə edin. Bilin ki, qardaşlar, Allah üçün etdiyiniz sədəqələr eyni zamanda cəhənnəm odu ilə aranızdakı bir maniyədir. Cəhənnəm odu ilə aranızda bir sipərdir. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem: Mən istata minkum ən yəstətira minən nəri vəlu bişiqqi təmratin fəlyəf'al. Deyir ki, sizlərdən biri Allah yolunda xurmanın yarısını belə sədəqə verməklə özünü cəhənnəm odundan qoruya bilirsə, qoy bunu etsin. Sizlərdən biri xurmanın yarısı qədər belə olsa, sədəqə verərək özünü oddan qoruya bilirsə, qoy bunu etsin. Deməli, sənin etdiyin sədəqə səninlə cəhənnəm odu arasında bir pərdədir, bir örtükdür, bir sipərdir. Və odur ki, Allahın qulu, Allah Subhanahu Taala'nın sənə verdiyi mal mülkdən Allah yolunda xeyr işlə. Əgər sənə sədəqə üçün müraciət olunursa, sənin qapın döyülürsə buna görə, yəni bunu sən özünə xeyir bil. Bil ki, sən bu an imtihandasan, yoxlanılırsan. Səndə var ki, Allah sənə göndərir. Səndə var ki, Allah sənə müraciətlər olunur. Sən bu an imtihandasan. Heç vaxt of demə. Əsla. Axı bu ibadətdir. Axı bu Rəbbinin qatında dərəcələrinin qalxmasına səbəbdir. Heç vaxt bezmə. Hər gün olsa belə.
Hər gün olsa belə, hər gün sənə sədəqə üçün müraciət edilsə belə, bezmə, insan ibadətdən bezərmi? Məyər sən hər gün namaz qılmaqdan bezirsən? Sədəqədir bu. Və bu an nəfsinlə mübarizə etməyə çalış. Bəli, nəfsə xoş gəlməyə bilər, nəfsə ağır gələ bilər, amma özünü saxla, imtihandasan. İmtihandasan. Allah buyurur, Allah Subhanahu taala buyurur: "Və anfiqu mimma və anfiqu xeyran li anfusikum və anfiqu xeyran li anfusikum və men şuhha və men yuqa şuhha nefsihi fe ulaika humul muflihun." Allah Teala buyurur: öz nəfsiniz üçün xeyir əməl edin. Nəfsinizin xeyri üçün xərcləyin. Sonra buyurur ki, kim nəfsinin paxıllığından qorunarsa xoşbəxt olmuşdur. Kim nəfsinin paxıllığından, nəfsinin xəsisliyindən özünü qoruyarsa xoşbəxt olmuşdur. Deməli, sədəqə sənin nəfsin xəsisliyindən qoruyur. Elə nəfsin xəsisliyini qorumaq üçün qorumağın yollarından birisidir bu. Sədəqə verməklə sən nəfsini paxıllıqdan, xəsislikdən müalicə edib sağaltmış olursan. Və həmçinin görün Allah Subhanahu taala Münafiqin surəsində bizə sədəqə verməyi necə, hansı üslubla əmr edir. Allah Teala buyurur: "Və anfiqu mimma razaqnakum min qabli an ya'tiya ahadakumul maut feyaqulu rabbi law la akhartani ila ajalin qarib fa asaddaq və akun minas salihin." Allah Teala buyurur: sizlərdən birinə ölüm gəlib də, sizlərdən birinə ölüm gəlib və o, ey Rəbbi, mənə biraz möhlət ver, ölümümü təxirə sal, sədəqə edim və salihlərdən olun deməmişdən öncə Allahın sizə verdiyi rüzdən xərcləyin. Təsəvvür edin, ayəyə baxın. Deməli, Allah yolunda verdiyin sədəqə səni Allah qatında salihlərdən edirmiş. Və insan ölüm gəlmədən öncə təmənni etdiyi, arzu etdiyi bir əməlin nə olduğuna baxın. Quranda deyilmir ki, ya Rabbi, mənə möhlət ver, namaz qılın, oruç tutun. Deyir ki, Allah, sizlərdən birinə ölüm gəlmədən öncə və o da, ey Rəbbi, mənə möhlət ver, sədəqə verin. Sənin mənə verdiyin mal müştəz sədəqə çıxardım və salihlərdən olun deməmişdən öncə Allah yolunda xərcləyin deyir Allah Subhanahu taala. Görün, nə qədər, necə də mühümdür bu. Ona görə əziz qardaşlar, əgər namazlarında zəifsənsə, ola bilər zəifsən. Əgər oruçlarında zəifsənsə, ola bilər zəifsən. Heç olmasa sədəqə əhlindən olmağa çalış. Sədəqə verməyə çalış ki, bəlkə bu qapıdan cənnətə daxil olasan. Bəlkə sədəqə qapısından cənnət qapıları sənə açıq olmuş olsun. Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem: "Mən və mən kənə min əhli sadaqati du'iyyə min bəbis sadaqa." Kim sədəqə əhlindən olarsa, sədəqə verənlərdən olarsa, sədəqə qapısından cənnətə çağırılacaq. Sədəqə qapısından cənnətə çağırılacaq. Kim sədəqə əhlindən olarsa. Ona görə çalışın, əziz qardaşlar, bu vəsfi qazanın, bu vəsfi itirməyin. Allah Subhanahu taala bizləri sədəqə əhlindən etsin. Allah Azza və Cəllə bizləri sədəqə verərək cənnətə bu qapıdan daxil olanlardan etsin. Allah Subhanahu taala bizləri nəfslərimizin şərrindən və nəfslərimizin paxıllığından, simitliyindən uzaq etsin. Və bu arada əziz qardaşlar, olduqca bir mühüm elanı paylaşacağım sizinlə. Bizim ibadət əhli olan bir qardaşımızın zövcəsi ciddi olaraq xəstədir. Zövcəsi xərçəng xəstəliyindən əziyyət çəkir və təcili əməliyyata ehtiyacı var. Hətta buradakı həkimlər belə əməliyyatın çətin, ciddi olduğunu dediklərindən dolayı qardaş ailəsi ilə birlikdə Türkiyəyə səfər etməyə məcbur oldu. Və hal-hazırda Türkiyədədirlər. Hal-hazırda Türkiyədədirlər. Məsələnin daha ciddi tərəfi odur ki, bacının xəstəliyi ilə yanaşı,
bacı hamilədir. Bətnində 6 aylıq canlı uşaq var. Allahın ruh üfürdüyü uşaq canlı var. Və buna görə məsələ olduqca ciddidir. Əməliyyat olduqca ciddidir. Yəni, söhbət həqiqi mənada həm ananın, həm də bətnindəki uşağın xilasından gedir. Və buna görə də tələb olunan məbləğ olduqca böyükdür. Tələb olunan məbləğ olduqca böyükdür. Lakin Allahdan böyük heç bir şey yoxdur. Əgər biz həqiqətən hər birimiz səmimi olaraq, ixlasla bu işə qatılarıqsa, sədəqələrimizlə, zəkatımızla və onu da bildirim ki, zəkat məsələsi, zəkat düşür bu halda. Zəkat nədir, qardaşlar? Məsələ zəkat siniflərindən birisi kasıb və fəqir. Onların maddi ehtiyaclarını, yemək, içmək, məişət ehtiyaclarını qarşılamaq üçün onlara zəkat düşür. Burada isə nəinki təbii ehtiyac, burada sağlıq ehtiyacından, ölüm söhbətindən gedir burada. Yəni, can sağlığını, həyatını qorumaqdan söhbət gedir. Nəinki acılıqdan qorumaq. Ona görə arxayın olun, zəkat düşür bu insanlara. Çünki qardaşın özü hətta əlində olan malını, mülkünü belə satdığa çıxardıb. Əlində olan malı, mülkünü hamısını satdığa çıxardıb. Məsələ o qədər ciddidir. Və onu da bildirim ki, yəni zəkatlarınızı, yəni bəzi elm əhli deyir ki, 6 ay qabaqdan da çıxarda bilərsiniz, yarım il qabaqdan. Əgər kimlərinsə zəkatı varsa, bu məsələyə qoyula bilər. Və bilin ki, ehtiyac anında edilən sədəqə və zəkatın mükafatı daha böyükdür. Və hal-hazırda bizim qarşılaşdığımız bu dəqiqə çevrəmizdə bundan böyük, daha böyük bir ehtiyac yoxdur. Qardaşın zövcəsi hamilədir və təcili olaraq əməliyyata ehtiyac var. Dediyim kimi məbləğ böyükdür, amma Allahın izni ilə hər birimiz bu işdə iştirak etsək və buna səbəb olsaq, ətrafımıza, bildiyimiz, tanıdığımız hər şeysə bunu paylaşsaq, 5 manat, 10 manat, hər nə bacarırıq, bunu etməliyik. Və bacardığınız hər bir şey edin, qardaşlar, heç bir şey əsirgəməyin. Və çalışın, sizə layiq olan zəkatı çıxardın. Sizə layiq olan sədəqəni verin. Nəyə görə bu misalı verirəm? Çünki baxırıq, məsələn, $1000 pulu olan da $100 sədəqə çıxardır, $10.000 pulu olan da $100 sədəqə çıxardır. Bu insafsızlıqdır. Qardaşlar, bu insafsızlıqdır. Bu Allahın sənə verdiyi mala, mülkə şükürdən deyil vallahi. Sən $10.000 əlində pulun var, $100 sədəqə çıxardırsan, o birisinin $1000 cəmi pulu var, o da $100 çıxardır. Ondakı təvəkkülə və səndəki təvəkkülə bax. Belə olmamalıdır. Və ehtiyac var, xahiş olunur hər birinizdən ciddi şəkildə yardım edin. Və məscidin daxilində bu yardım toplanacaq, Samir qardaşda olacaq, yaxınlaşacaqsınız məscidin daxilində, məsciddən çıxmadan öncə bu yardımlarınızı edin. Allah subhanahu ta'ala hər birinizin etdiyiniz sədəqələri sizdən qəbul etsin. Allah subhanahu ta'ala malınıza, mülkünüzə bərəkət versin. Allah azza və cəllə qardaşın ailəsinə yardım olsun. Allah subhanahu ta'ala bacımızı və onun bətnindəki uşağı sağ-salamat olaraq xilas etsin və onlara yardım olsun, acil şəfalarını versin. Уважаемые братья, мы нуждаемся в вашей помощи. У нас очень серьезное дело. Жена одного из наших братьев очень серьезно болеет. У нее очень серьезная болезнь. И наряду с этим она беременна. И нуждается в срочной операции. Нуждается в срочной операции. Из-за этого брат поехал с семьей в Турцию. Они в данный момент находятся в Турции. Нуждается в операции. Операция стоит очень дорого, но с дозволения Аллаха, если каждый из вас сделает то, что может, с дозволения Аллаха мы решим эту проблему. Поэтому я очень прошу всех братьев, у кого есть закат, у кого есть садака, пусть окажет нам эту помощь. И помощь будет собрана у нас в мечети. Наш брат Самир, подойдите, пожалуйста, ему. أحبتي في الله أريد أن أقول لكم زوجة أحد من إخواننا
تعاني من مرض خطير، مرض سرطان، ومع ذلك هي حامل في بطنها طفل قد بلغت 6 أشهر، وتحتاج العملية جراحية خطيرة جدا. بسبب ذلك الأخ ذهب مع أهله إلى تركيا، والمبلغ مطلوب جدا كبير، ولكن بإذن الله لو ساهم كل واحد منا وبذل بما يستطيع بإذن الله ستنفرج هذه الكروب. وقال النبي صلى الله عليه وسلم: من نفس كربة من المؤمن من كرب الدنيا نفس الله له كربة من كرب اليوم الآخر. ونرجو من جميع أن تساعدنا في ذلك، ونحن نجمع حتى ولو كان من الزكاة من الصدقة، نرجو منكم تبرعوا لأجل ذلك، فجزاكم الله خيرا وبارك الله فيكم. وصلى الله على نبينا محمد وعلى آله وأصحابه أجمعين، وآخر دعوانا أن الحمد لله رب العالمين، وأقيموا الصلاة.